Zat getdi. Qırmızı yanır orada. Hər şey yerindədir. Bir dənə saç başıma bax, qıraqdan bucaqdan çıxan yoxdur. Normaldır. Şokolad kimi. Həla. Həla, onda başlayıram. 3, 2, 1. Qrafon online'dır. 2025 noyabr ayının 2-ci həftəsi. Dünyada hansı texnoloji yeniliklər baş verib? Galaxy S26 Ultra ən sürətli zaryadkaya sahib olacaq. Galaxy S26 Plus bax belə olacaq. Galaxy S26 seriyasına daxil olan bütün device'ların qiyməti artacaq, yəni bahalaşacaq. S-in versiyalı iPhone 17 Pro fiziki sim kartlı iPhone 17 Pro'dan daha çox zaryadka saxlayır. iPhone 18 Pro parlaq rənglərdə təqdim olunacaq. iPhone 18 Pro iPhone 17 Pro'dan həm qalın, həm də ağır olacaq. Belə maraqlı xəbərlər özü deyir ki, bu videolarla indidən avans olaraq like et. Sən də durmursan və videonu like edirsən. Komment yazmağı isə unutmursuz. Like, komment yaddan çıxmır. Hər birinizə xoş izləmələr. Yeyib içməyə yanınızda neysə varsa, mən başladım. Hər kəs bilir ki, Samsung'un sürətli zaryadkası əslinə qalanda o qədər də sürətli deyil. Çinlilərin təqdim etdiyi sürətli zaryadkaların yanında Samsung yumşaq desək, heç zaryadkanı sürətli aparmır. Amma deyəsən, Samsung gələn il 2026-cı ildə bu problemləri Galaxy S26 Ultra'da köklü sürətdə dəyişəcək. Söhbət naqilsiz zaryadkadan gedir. Flagman modeli daha incə olacaq, lakin Ultra seriyasından özünə məxsus dizaynını qoyulub saxlayacaq. Insider Ice Universe Samsung Galaxy S26 Ultra'nın daha sürətli 25 Watt-lıq naqilsiz zaryadka xüsusiyyətinə sahib olacağını iddia edir. Bu, hazırki Galaxy S25 Ultra'dan 10 Watt daha sürətlidir. Naqilli zaryadka da təkmilləşdiriləcək. Yeni model istənilən Samsung smartfonunun ən yüksək gücü olan 60 Watt-lıq zaryadkanı əldə edəcək. Reversiv zaryadka imkanları haqqında hələ ki heç bir məlumat yoxdur, lakin onun 4,5 Watt-da qalacağı gözlənilir. Adi Galaxy S26 və S26 Plus modellərdə daha sürətli zaryadka xüsusiyyətlərinə sahib olacaq. İnfosuntulara görə əvvəlki 15 Watt-dan daha çox 20 Watt naqilsiz zaryadkanı dəstəkləyəcək. Bu o deməkdir ki, bütün modellər daha enerji effektiv arxitekturasına malik olacaq və bu da əhəmiyyətli stilik yaratmadan daha sürətli zaryadkanı etməyə imkan verəcək. Galaxy S26 seriyasının rəsmi təqdimatı 26-cı ilin əvvəllərində gözlənilir. Keçən dəfəki videoda mən Samsung'un Galaxy S26 Plus modelinin təqdim edəcəyi barəsində məlumat vermişəm. Kim ki bu videonu baxmayıbsa, mütləq izləsin. Çox maraqlı xəbərlər orada təqdim etmişəm. Artıq indi internetdə Galaxy S26 Plus'ın renderləri, kat renderləri yayılıb. Görünür, parlaq rənglər gələn ilin əsas trendi olacaq. Bu yaxınlarda ləğv edilmiş hesab edilən Galaxy S26 flagman modeli 10X-də yeni görüntülərdə ortaya çıxıb. Təsvirə əsasən Samsung Edge modellərindən imtina edib tanınmış Plus formatına qayıtmaq qərarına gəlib. Əsas dəyişiklik yenilənmiş kamera moduludur. Linzalar artıq şaquli şəkildə düzülüb. Altında Galaxy Z Fold 7 və S25 Edge-dəki dizaynlara bənzər kiçik, vizual olaraq fərqli bir ada əlavə edilib. Mənbəyə görə Galaxy S26 Plus-ın qalınlığı 7,35 mm olacaq. Demək olar ki, S25 Plus ilə eyni. Lakin 5,8 mm profilə malik ultra nazik S25 Edge-dən xeyli qalın olacaq. Bu, şirkətin ultra nazik telefonlar iddiasından uzaqlaşdığını, dizayn, batareya ömrü və soyutma arasında tarazlığı vurğuladığını təsdiqləyir. Artıq 3 tanınmış modeldən ibarət Galaxy S26 seriyası tamamlanıb. Baza S26, orta səviyyəli S26 Plus və flagman S26 Ultra. Yeni məhsulların 26-cı ilin əvvəlində təqdim edilməsi gözlənilir və onların əsas xüsusiyyətləri yenilənmiş dizayn, yeni kameralar və daha güclü çiplər olacaq. Qrafon abunəçilərinə, bu videonu izləyən hər kəsə bir sualım var. Siz mənə deyin, Samsung'un hansı device sizin çox xoşunuza gələr? Yəni Galaxy S25 Edge yoxsa Galaxy S25 Plus? Bu barədə səsvermə keçirdirəm. Odur ki, kommentlərdə öz fikirlərinizi yazsaz, çox sevinərəm. Deyəsən, dünyada baş verən iqtisadi nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ayca, bütün internet provayderləri eynidir. Start Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Start Telekomdadır. Start Telekom dost kimi dost internet provayderi. Biz isə davam edək.
Deyəsən dünyada baş verən iqtisadi tənəzzül texnologiyalara toxunmadan keçməyib və buna görədir ki, 2026-cı ildə təqdim olunacaq S26 seriyasının bütün devicelarının qiyməti artacaq, bahalaşacaq. Görünür komponentlərin qiymətinin artımı bütün gələcək flaqman modellərinə təsir edəcək. Bir neçə Cənubi Koreya mənbəyi qarşıdan gələn Galaxy S26 seriyasının əvvəlki seriyalardan daha baha olacağı barədə məlumatlar paylaşıb. Insiderlər iddia edir ki, şirkət əsas komponentlərin əsasən prosesorlarının və RAM-ın qiymətinin artırılması səbəbindən qiymətləri tənzimləməyə planlaşdırır və bu da qlobal miqyasda tələbin artırılmasına səbəb olur. Vəziyyət yalnız Samsung ilə məhdudlaşmır. Qiymət artımı Apple, Xiaomi, Oppo və Vivo daxil olmaqla digər istehsalçılara da təsir edib. Məsələn, yeni Vivo X300 seriyası artıq ötən ilki modellərdən baha satılır. Bununla belə bəzi yaxşı xəbərlər də var. Galaxy S26 qiymətinin artımı müəyyən bazarlarla məhdudlaşdırıla bilər. Infosuntulara görə Galaxy S26 seriyası fevralın sonlarında təqdim olunacaq və satışlara 26-cı ilin martında başlanılacaq. Buraya regiondan asılı olaraq yenilənmiş kamera, Exynos və Snapdragon prosesorundan malik Galaxy S26 Ultra daxil olmaqla 3 modelin təqdim olunması gözlənilir. Azərbaycanda gadget və deviceların qiyməti onsuz da bahadır. Görəsən 26-cı ildə nə qədər baha olacaq? Monopoliyadır axı, monopoliya. Mən bunu deməkdən yorulmuşam. Monopoliyadır. Ay millət, monopoliya. Qrafon izləyiciləri, qrafon abunəçiləri bilir ki, Apple 2 versiyada iPhone 17 Pro smartfonlarını təqdim etdi. SIM-li və fiziki sim kartlı iPhone 17 Pro versiyaları. SIM versiyalı iPhone 17 Pro 4252 mAh akkumulyatora, fiziki sim kartlı iPhone 17 Pro isə 3998 mAh akkumulyatora sahibdir. SIM-li iPhone 17 Pro fiziki sim kartlı iPhone 17 Pro-dan çox işləyir, çox sərətqə saxlayır. Nə qədər çox? SIM-li iPhone 17 Pro 4252 mAh bateriyaya malikdir. Fiziki sim kartı olan modelin bateriyası 3498 mAh-dır. Orta istifadə simulyasiyası edilən bir sınaqda fiziki sim kartlı iPhone 17 Pro 15 saat 23 dəqiqə işləyib. SIM versiyalı model 16 saat 12 dəqiqə işləyib. Xüsusi sınaqlarda SIM-li iPhone 17 aşağıdakı nəticələrə nail olub. Danışıq müddəti 24 saat 1 dəqiqə, video oxuma müddəti 13 saat 41 dəqiqə, web surfing müddəti 22 saat 40 dəqiqə, oyun müddəti 10 saat 58 dəqiqə. Fiziki sim kartlı iPhone 17 üçün nəticələr belədir. Danışıq müddəti 23 saat 14 dəqiqə, video oxuma müddəti 12 saat 39 dəqiqə, web surfing müddəti 22 saat 47 dəqiqə, oyun müddəti 10 saat 14 dəqiqə. iPhone 17 Pro nə qədər müddətdə təqdim olunub? 2 ay? Ola bilər 2 ay. Bəlkə də çox. Mən artıq sizə iPhone 18 Pro haqqında danışacağam. Apple qəhvəyi, tünd qırmızı və bənövşəyi rəngləri nəzərdən keçirir. Instant Digital-a görə qarşıdan gələn iPhone 18 Pro və 18 Pro Max flaqman modelləri yeni isti çalarlar, qəhvəyi, tünd qırmızı və bənövşəyi rənglərlə olacaq. Bu rənglər əvvəlki nəslin palitrasından nəzər çarpacaq dərəcədə fərqlənəcək. Apple əvvəllər iPhone 11, 12, 14 modellərində bənövşəyi rəngdən istifadə edib. Lakin qəhvəyi və tünd qırmızını ilk dəfə satışa çıxaracaq. Insiderin sözlərinə görə tünd qəhvəyi, tünd qırmızı və incə bənövşəyi çalarlara malik zəngin şərab tonu olacaq. Qara, gümüşü, gecə mavisi və kosmik narıncı rəngdə olan iPhone 17 Pro-da olduğu kimi çeşidlər olmayacaq. Mənbə qeyd edir ki, yeni qəhvəyi rəng klassik qızılı və səhra titan rənglərinin varisi ola bilər. Apple diqqətini daha mürəkkəb premium çalarlara yönəltməkdə davam edir. iPhone 18 Pro-nun rəsmi buraxılışı gələn ilin payızında gözlənilir. Smartfon TSMC-nin 2 nanometr texproses texnologiyasından istehsal olunmuş A20 prosesoru, dəyişkən diafraqmalı əsas kamera və C2 modemi ilə təchiz olunacaq. iPhone 18 Pro iPhone 17 Pro-dan həm ağır, həm qalın olacaq. Və bu iPhone 17 Pro Max-dan həm böyük, həm də ağır olacaq. 9to5 Mac Instant Digital adlı analitika istinadən bildirib ki, iPhone 18 Pro indiyə qədər ən qalın və ən ağır iPhone olacaq. Flagman modelinin çəkisi 240 qramdan çox olacaq. Yəni hətta iPhone 14 Pro Max-ı üstələyəcək. Müqayisə üçün deyək ki, hazırki iPhone 17 Pro Max 233 qram, iPhone 16 Pro Max 227 qramdır. Artan çəkir ehtimal ki, daha böyük bateriyanın istifadəsi ilə əlaqədardır və bu Apple-ın device-i daha qalın etməsindən tələb edəcək. Bununla belə konkret rəqəmlər göstərilmir. iPhone 17 seriyasında nazik və yüngül bir iPhone-da olacaq. Bu ikinci nəsil iPhone Air-dir. Sonuncunun ikili arxa kameraya malik olacağı deyilir. Mən hər zaman demişəm ki, Apple trend yaradır. Yəni ki, özünüz baxın, iPhone 17 Pro təqdim olunduqdan sonra digər gadget istehsalçıları öz smartfonlarını iPhone 17 Pro-ya oxşatmağa başladılar. Bəziləri, hansı ki iPhone 17 təzə təqdim olunanda iPhone 17 Pro-nun dizaynına görə ağız büssələr də artıq yenə də iPhone 17 Pro-nun satışları rekord qırır. Sizə bir sualım var. Bu videonu izləyənlər, qrafon abunəçiləri, mənə deyin görüm, iPhone 17 Pro-nun hansı rəngi sizin daha çox xoşunuza gəlir? Ümumiyyətlə iPhone 17 seriyasında hansı smartfonu daha çox bəyənirsiniz? Gəlin bu barədə
kommentlərdə müzakirə aparaq. Like, komment yaddan çıxmır. Düşünürəm ki, çox maraqlı video oldu. Əgər siz də elə hesab edirsinizsə, onda bu videonu mütləq like edirsiniz. Komment yazmağı unutmursunuz. Qrafona abunə olmayanlar mütləq qrafona abunə olsunlar. Daha sonra videonu like etsinlər. Videonu sona kimi izləyən hər kəsə təşəkkür edirəm. Qrafon maarifləndirməklə yanaşı, maraqlı videolar təqdim etməklə yanaşı, eyni zamanda öz abunəçilərinə hədiyyə təqdim edir. Əgər sən maariflənmək və hədiyyə qazanmaq istəyirsənsə, mütləq qrafonun abunəçisi olmalısan. Kanalımızda maraqlı videolar çoxdur. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda və ən əsası kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğumuz üçün sizinlə sağollaşmıram. Eğlendirir Grafon, abunenizi gözleyin. Comment yazdın süper Grafona hoş geldin. Grafon eğlendirir Grafon, abunenizi gözleyin. Grafonda çelenkler, grafonda hediyeler,